Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. El-mu'minu yahtacu ila selase. Tevfik minallah. Ve vaizin min nefsihi. Ve kabulin mimmen yensehu. İmam Cevad aleyhisselam buyurur ki müminin 3 şeye ihtiyacı var. Yani bunlar imanının güclənməsində, imanının qalmasında təsiri vardır, ihtiyacı var. Bəzən hədislərdə imanın istikmalından söhbət gedirlər. İman bunlarla kamilləşər. Bu hədisdə imanın kamilləşməsindən söhbət getmir. İman müminin ehtiyacından. Deyəsən bunlara ehtiyacı var. El-müminu yəhtacu ila sələsə. Yəni elə bir bunlar olmasa imanı əlindən çıxır. Bunlar ehtiyacatı bir mümindir. Birinci budur ki, mümin gərək Allah'tan tevfiki ola həmişə. Yani Allah'ın rububiyyəti, xüsusi rububiyyəti buna ola. Və elə itirər hər zadı. İnsan cərəbini o yaşamaya ki, həyatında Allah silinə bir, Allah-u Mutal biləsinə heç bir mükafati verməyə, unuda biləsin. Nəsullah. O ayələrdə var. Bir ayədə də vardır ki, biz də onları unudarıq. Allah da bəzən insanı unudar. Nəinki Allah unudar bu mənaya ki, Allahda unutmaq var. Yəni, kinayədir bundan ki, Allah-u Mutal unudarlar kimin, unutma kimin davranar bizlə. İnsan birini unutsa nə cür olar? Daha diqqətənə yönəlməz, o diqqət mərkəzinə qoymaz. Bəzən insan Allahın diqqət mərkəzindən çıxar. Birinci budur ki, Allah'ın diqqət mərkəzində olsun. Bu iki deyirlər dua elə, bu iki deyirlər tevhidi yaşa, bu iki deyirlər zikrullah baş versin həyatda. Hamısı bu xatirə ki, Allah'ın tevfiqindən çıxmayasan. Bəzən bir sıra insanlar var, onlar, məsələn, dostsan biləsinlə. Bir müddətdən sonra əlaqın qırılar, daha onun diqqət mərkəzindən qutulasın. Heç etinası yoxdur, sən xəstəsən, sağalmısan, hardasan, harda dəysən. Bəzən insan birini o davranar ki, Allah da insanı buraxar öz başına. Çünki buraxar öz başına, daha insanın qudrəti yenər aşağıya. Bizim qudrətimiz şər qüvvələrlə müqabildə misli şeytan, Quran bunu müqayisə edir. Onlar sizi görürlər, siz onları görmürsünüz. O və qoşunu sizi görür. Sənin zəif nöqtələri tanır. Bilir səndən nə cür davransın. Amma sənin bir yolun var ki, bərəksini olsun. Sən onu görəsən, o səni görməyə. O da budur ki, girəsən qalıya. Əgər qaladan eşit olsun, tək öz gücvədir. Tək öz gücvə şeytan səni görür, sənin xüsusiyyətləri yaxşı tanıyır, zəif nöqtələri yaxşı bilir, əsəbi ilə oynaya bilər, qəzəbi ilə oynaya bilər, şəhvəti ilə oynaya bilər, nəfsün istəkləri ilə, təkəbbürü ilə, çünki sən təksən də. Bir də budur ki, gedəsən kəlimətü la ilahə illallah hesni. Gedəsən qalanın içinə. Vaxtı getdin qalanın içinə də qalada səni görmür. Allah'ın qalasının içinə girəndə Allah'dır səndən difa edən. Tək dəysən onda. Onda o səni görmür, sənə o görürsən. Sən bu mənada ki, özünü tapşırmırsan bir şəxsə ki, bir varlığa ki, o şeytanın bütün vəsvəsələrini də görür, şər qüvvələrin bütün vəsvəsələrindən görür. Ona görə tevfik minallah mühimdir. İnsan gərək həyatında Allah'ın tevfikatını özündən səlb eləməyə.
Bina eləməyə ki, mən və öz qüdrətim, mən və öz elmim, mən və öz proqramım. Yox. Allah mutal, fəzlullah, Allahın fəzli. Peyğəmbərlərin davranışı və həyatda, yaşayış tərzilərində tamamı həyatlarında Allahı görürdülər. Demədilər, mənim bacarığımla Məkkə fəth oldu, mənim bacarığımla məsələn, İslam belə genişləndi. Öcür demədilər. Hətta Allah da bilələrini örgədir. Deyir, ma rəməytə iz rəməytə və lakinnəllahə rəma. Sən məni unutma, ha. O vaxtdakı attın, sən atmadın, mən attım. Ayə incədir, ha. Həm bəşərə nisbət verir atmağı, deyirsən ox attın, iz rəməytə. İz rəməytəni Quran deyirsən attın. Və lakin deyir, ma rəməytə. Maraqlıdır, iz rəməytə, ma rəməytə ikisini bir yerdə cəm eləyibdir Allah. Niyə? İstəsin ki, öz qüdrətin də məndəndir. Öz varlığın da məndəndir. İnsan tövfiq ilahini həyatında silməməlidir. Allah insanı buraxar öz başına. Daha öz başına buraxsa, öz gücü ilə gərək yaşaya. Da Allah gücü həyatında yoxdur. Allah insana güc versə, tövfiq versə, görürsən, bir gündə 50 ilin yolun gedər. İradəsi möhkəmləşər. İnsan addımlarını möhkəm atar, yorulmaz. Çünki tövfiq ilahidir. Həmişə Quran buyurur ki, biz sənə həmişə ayələr nazil edirik. Onlar şübhəli elirlər. Quran niyə Torat kimin birdəm gəlməyibdir, İncil kimin birdəm gəlməyib? Niyə hissə-hissə Quran nazil olubdur? Deyir, bu xatirədir ki, həmişə sən məndən əlaqən olsun. Bağlı olasan həmişə səndən mən. Rəbətna ələ qulubihim. Quranda bir ayə, 2 ayədir. Deyir, biz bəzi insanların qəlbləri ilə irtibat qatarıq. Rəbt qəlblərinə bağlayarıq. Rəbt bağlasa Allah, bu da qudrətini çoxalar. Allah bunu 2 yerdə gətiribdir. Rəbətna ələ qulubihim. Bir Əshab-ı Kəhfin cərəyanında gətiribdir. Əshab-ı Kəhf ki, qaçdılar, getdilər məğariyə. Orada daha ümidləri kəsildi. Təbii səbəbdə heç nə yox idi. Qoşun gəlirdi, bunları tutsun. Kəhf məğarasına girdilər. Bir o. Orada xorəkdə 2 günlük, 3 günlükləri olardı, ondan sonra da yox idi. Oranın özündə qalmaları da həşərə olar, ilan olar, yırtıcı heyvan olar. Burada təbii səbəb yox idi. Deyir, Allahdan bunlar istədilər ki, min lədunkə. Mərhum Əlləmi Təbatəbarı buyurur, bunların istədikləri bu da idi ki, təbii səbəbləri yönət. Deyir, bilirik təbii səbəb yoxdur da. Özünün nəzdündən bu məsələni həll elə. Nəinki bizə səbəbini örgət. Bilirik, təbii səbəb yoxdur. Adi yolda bu məqsəd nəticəyə verməz. Allah-u Teala bir ayrı model düzəltdi, 300 il bunları yatızdırdı, neynədi? Bir burada ayə var, Rəbətna ələ qulubihim. Biz bunların qəlblərində o qədər irtibat qatdıq, qəlbi möhkəmləşdi. Bunlar qorxunun içində heç nə qorxu gəlmədi. Qorxunun içində özlərini itirmədilər. Bu orada gəlibdir. Bir də Həzrəti Musanın anası barəsində bu gəlibdir. Ki, Musanın anası vaxtı Musanı atdı sandığın içinə, orada az qalırdı bu məsələdə sirri açsın. Çünki ana idi, uşağını əlindən özü verirdi, geçsin. Bu təhlükə, ölmək təhlükəsi var idi, nəyi var idi? Burada Allah-u Teala buyurur, Rəbətna ələ qəlbiha. Biz də Musanın anasının qəlbinə cinə biz
bir rabitə yaratdıq. Bu qəlbi bizlə bağlandı. Bu heç nə, ruh qaldı. Quranda ayənin kənarında vardı ki, az qalırdı bağrı çatlasın. Bağrı çatlasın, yəni bu uşağını əldən vermədən. Orada məhəbbətə görə idi, orada qorxuya görə idi. Orada istədiyini əlindən verirdi. Burada bir böyük təhlükə üzbəyiz olurdu biləsiylə. Orada təhlükəni qarşısında səbr və müqavimət verməyi biz bilələrinə, qəlblərində möhkəmlik yaratdıq. Burada da bu məhəbbətdən keçməyə, bu bağlılıqdan keçməyə biz səbr və müqavimət yaratdıq. Bu haman tevfik minəllahdır ki, insan həyatında birini eləməyə Allah silinə. Həmişə çalışa Allahı gətsin həyatına. Həmişə çalışa Allahın vilayəti ilə yaşasın. Xüsusi vilayət Allah'ın var. Allah bir umumi vilayəti var. Allahu huvel vəli. Allah hamıya vəlidir. Kullu aləmə. Bu umumi vilayətdir. Yəni aləmin müdiridir, aləmin idarəsicidir, aləmin Allah-u Teala ixtiyar sahibidir. Bu vilayət umumi mənadadır. Bir vilayət var, xüsusi mənadadır. Allahu huvel vəli deyək. Allahu vəliyyullezine amenu. Bu Allahu huvel vəli kafirə də vəlidir. Amma bu vəliyyullezine amenu bu bir xüsusi vilayətdir. O vilayətlə fərqi var. Yəni Allah-u Teala səni öz tevfiqinə salar. Səni öz xüsusi idarəçiliyinə salar. Məsələn, Yusif Peyğəmbər öcür idi. Mərhum Allamə Əl-Mizanda Yusif surəsinin əvvəlində buyurur ki, bu surə-i vilayətdir. Allah öz vilayətini istəyir bizə başa salsın ki, mən bir insanı öhdədar olsam, xüsusi öhdədarlıq olsam nə olar? Bir çalışın öcür həyatınız olsun ki, Allah gətirin həyatınıza. Buna istəsən bir misal verim. Bəzən insan bir sinifdə gedib oturar. Müəllim dərs istəyər, bu da oxuyar, qulaq asar da. Amma müəllimi gətirməz öz həyatına. Müəllim dərs istəyir, bu da dərs oxuyur. Bəzən yox, müəllim istər bu dərs həyatında qidalansın, faydalansın. İstəməz müəllimi dərsdən uzaqlaşdırsın. Ya da gəlsin, dərsin desin, geçsin də. Yox, istər yetişsin müəllim bu dərsdə biləsinə. Nizarət olsun biləsinə. Nə qədər dərs oxuyur, nə cür dərs oxuyur, aya bunun ayrı sahə araşdırmaları var, yoxdur. Buna deyirlər, müəllimi insan öz elmi həyatından uzaqlaşdırmasın. Dost olun taylı. İnsan bəzən dostluq həyatından uzaqlaşdırar da deyir, özü bilər. Bir də o eləməməli yox ki, Allah bizə desin, özü bilər. El-mu'minu yəhtacu ilə sələsətin biri tevfik minəllahdır. Və mənası budur. İnsan gəlir öz zəminini hazırlaya Allah-u Teala'nın xüsusi vilayətinə, Allahın tevfiqatına. Allah qapıları bəzən Allah açar. Sən üçün qabiliyyət yaranıbdır, səlahiyyət səndə yaranıbdır. Bilirsiniz, Allahın rəhməti qət-qətdir. Sən əvvəl qətə etina olasın, sənin ikinci qətə gedənməsən. Belə birinci təbəqədə gərək sən öhdədarlığı eləyəsən, ta buraxalar səni ikinci təbəqə. Allahın rəhməti öcürdür. Qət-qət rəhmətlər vardır. İn təttəqullah İn təttəqu və təsbir bizat verərlər. İn təttəqu və təsbir və nə bizat verərlər. Quranı siz bu açıq ilə baxsınız, Allah-u Teala sifətlərə nə verir? Bu xasiyyətdə yaşasın, bunu verəcəm. Biraz gəlsin yuxarıya, bunu verəcəm. Əs-sabiqun olsun, ya səni müqərrəb eləyərəm. Hər zatda sabiq olsun, olasan müqərrəb.
Ən yaxın mənə yaxın. Yaxşı. Bu birinci nüktə İmam Cavad Əleyhisselam buyurur. İkinci nüktə budur ki, vaizin min nəfsihi. İnsan özünün də bir özünə vaiz olmalıdır. Özünə vaiz olmalıdır ha. Yəni oturub özünü də mühasibə eləməlidir. Oturub özünü də bir analiz eləməlidir. Özünü də bir diqqətlə baxmalıdır, qiymət verməlidir. Bəzən özünə danlamalıdır, bəzən özünə bir sıra tapşırıqlar verməlidir özünə. Yəni bir vaizdir özünə. Öğüt verən də özünə. Deyir, buna da ehtiyacı var bəşərin. Tüm insan özünü hamıdan çox tanıyır. Vaiz olmasa özünə, o gizli nüktələri ki, heç kim tanımır, onu heç kim danlamaz. Amma özü özünü tanıyır axı. Rahat olar, özü islah eləyər, özü yerinə qoyar. Vaizin min nəfsihi. Bir hasibu əmalakum var, bir hasibu ənfusakum var. İnsan bəzən əməllərini mühasibə eləməlidir, bəzən özünü mühasibə eləməlidir. Qeyr-əz əməlləri mühasibə eləməkdir. Əməli mühasibə isə, məsələn, mənim namazım nə cürdür, mənim mütaliəm nə cürdür, orucum nə cürdür, başqa xeyr əməllərim nə cürdür, danışığım, dostlarım nə cürdür, bu əməlləridir. Və lakin bəzən də özüvü nə dərəcəyi ruhidəyəm, yenmişəm, tənəzzüla gəlmişəm, hansı amal məndə bərpa olub indi, nə istəklər bərpa olubdur, nə nifrətlər bərpa olubdur. Bunlar insan özünü də bir mühasibə eləməlidir. Bəs bir var hasibu ənfusakum, bir var hasibu əmalakum. Hər halda insan özü gərək vaiz ola özünə. Vaizin min nəfsihi. Əmirul Müminindən soruşurlar ki, sən bu məqama çatdın, nədən çatdın? Bimə niltə, bimə niltə. Sən belənci bir dərəcəyə maddi, fiziki yox ha, Əmirul Müminin ki, buru lovqeşə fəlqita məzdətdə yəqina. Pərdələr getdi sənərə, mən yəqinim artmaz. Yəni, mən indi bu dünyada bərzəxidə görürəm. Mən dünyada mələkut aləmində görürəm. Deyib, buna nədən çatdın? Bir dənə cümlə buyurur. Buyurur, kontu bəvvabən əla qəlbi. Özüm qapı çiydim qəlbimə. Özüm ha, ayrı adam qapıcı dəydi mənə. Bizə qəlbin qapılarında özüm kontrol edim, nizarət edim. Nizarət kontrol nə girər, nə çıxar da qəlbə nə girir, nə qəlbidən çıxır. Qapılar da, bunlardır da insanın qəlbinin qapıları. Hər halda vaizin min nəfsi ikincisidir. Üçüncü İmam Cavad Əleyhisselam buyurur ki, qəbulin min mən yənsəhuh. Müminin ehtiyacı bile budur ki, o iki biləsinə xeyrixah bir söz deyir, ona nisbət biz deyirik, qardı tutmaya. Qardı yəni bu mənfi reaksiya tutmaya. Bir nəfər adamı xeyrixahlıqla danışır. Görsən düz söz deyir də. Mənə deyir, çox niyə yatsan? Mən də görürəm ki, düz xeyrixahlıqla deyir də. O mənə tənə istəmir vursun. Orada insan egoistliklə buna üzbəyiz olmaya, qəbul eləyə, qəbulin min mən yənsəhu. Qapını bağlamaya onun üzünə ki, da bir də heç nə deməsin biləsin. Görsən, düz söz dedi axı. Bəzən bir, o adamlar ki, adama düz söz deyir, qapını bilələrinə bağlayarıq. Da bir dəfəlik olar da, məhrum olur o xeyrixah işlərdən. Xub, əl-müminu mir'atul mümindir. Bəzən bəzatları sən görmüsən, mümin görür. Çünki səni eşdən baxır. Çöldən sənə baxır, davranışı və danışı və yaşayışı və sən bəzən o qədər məşğulsan ki, özünə baxanmasan. İnsan düzdür, istəsə özünə baxar ha. Amma bəzən o qədər məşğuldur, insan özünə baxmaz. Peyğəmbər Əkrəmdən bir
cərəyan nəql edirlər. Peyğəmbər Əkrəm buyurdu ki, siz odun yığın. Dedilər, ya Resulallah, bura səhradır. Səhrada bu dəsturu verdi. Burada odun zat yoxdur ki, nəyi yığaq? Dedi, əlinizə nə gəlir yığın da, odun vəli yığın. Bunlar istəyirlər daşqum yığsınlar da, səhra idi da. Dedilər, yox, odun. Bu balaca çöplər yığın. Nə mənə əlinizə gəlir. Bu əvvəldə deyirlər, yoxdur burada. Sonra Peyğəmbər ki, israr elədi, bunlar başladılar yığmağa. Gördü bir daşın dibində bir çöp var. Torpağı biraz o yan bu yan elədi, orada bir çöp tapıldı, o tərəfdə bir çöp. Yığıldı bir təpə çöp. Əvvəldə deyirlər, yoxdur, İsat. Sonra Peyğəmbər buyurdu ki, hakəza təctənəbu zunub. Günahlar da belə yığılar. Bu hədisin bir təfsiri budur ki, balaca günahlar təp olar. Diqqətiniz olsun. Amma zahirən hədisin mənası o deyil. Balaca günahlar böyüyər, yığışlar təp olar. Düz sözdür. Ha, bu hədisdə Peyğəmbər o sözü də istəmir desin. Peyğəmbər istəyir desin ki, insan bəzən özünə səhra kimi baxar. Çünki o balaca günahlar yığılar, böyük olar, o boyunadır. Bir zamanda da hamısı. Burada bir zamanda hamısı var idi. Lakin biz görmürdük. İnsan bəzən özünü görməz. O ikinci söz də budur ki, özü və bir gör. Vaizin min nəfsi, yəni özünü gör. Üçüncü söz də budur ki, özünü görənlərdən faydalan. Bəzən sən o qədər məşğulsan ki, özünü görmüsən. Əsəbiləşmirsən, deyirsən belə, bu elə mənim şəxsiyyətdir da. Əsəbiləşməyi şəxsiyyət mənə isə. Hamiyyət cavab verməyi bir növ şücaət mənə isə. Bu önce insan məsələn ata-anasına cavab verməsə şücaətdir. Nə cavab versə şücaətdir. Bu çöldən baxanlar ki, xeyirxahdılar, insan onlardan qapını bağlamamalıdır. Həqiqətdə bu hədis istəyir desin ki, sənin öz şəxsi gücün bəzən təkmilləşməlidir. Kəmalın üçün, rüşdün üçün. Əsas budur ki, tövfiqin minəllah baş verə. Bina eləməyəsən Allah həyatından küsəcədir. Allah küsəcədə məcazi mənada dedim ha. Allah səni bırax öz başına. Rəhmətini səndən kəsə. Özünü də o qədər məşğul eləməyəsən ki, özünü görmək də səndə baş verməyə. Vaizin min nəfsi. Xeyrxah insanların da qapısını bağlamayasan, sənin özünü tanıttırsınlar sənə. Bunlar hamısı bu xatirədir ki, kəmal və rüşd üçün insan öz reallığını tanımalıdır. Onun için ehtiyac bəhsidir bu. Ehtiyac bərayi rüşddir. Tanımasan, qatdım atanmasan. Hara gedəm. Pəs bu hədisin mənası ki, Peyğəmbər Əkrəm buyurdu, çöpləri yığın, bunlar da yığdılar. Çünki insan özündə çöp inanmır adi şəraitdə. Deyir, çöpüm yoxdur, məndə daşqum var. Adi şəraitdə insan özünü xodsetayi eləyir. Quran önce buyurur, فَلَا تُزَكُّ أَنْفُسَكُمْ. Özü həddindən çox tərifləməyin. O pərdə olar. Özü tərifləsiniz, deyəsiniz belə heç nə çöpüz yoxdur. فَلَا تُزَكُّ أَنْفُسَكُمْ. Özünüzü tanıyın. Vaxtı tanıdınız, bu tanımaq səbəbdir, eləyə biləsiniz, aparasınız özünüz yuxarıya. Görəsiniz ki, mən yaxşı oxumuram ha. Gəlmişəm burada elə vaxtımı itirirəm. Əxlaqıma diqqətim yoxdur ha. Bu ki, bəzi
əxlaq sahəsi insanlar, irfan sahəsi insanlar özlərinə öhdədar idilər ki, özlərinin bir nukatını yazsınlar özlərinin. Məsələn, mən biraz çox danışıram, ha? Mən biraz cavablarda diqqət eləmirəm, elə hər nə cür cavab verirəm. Hörməti nəzərdə almıram. İnsanlara içinə o cavab vermək olar. Hörmətlə də haman söz demək olar, hörmətsiz də haman söz. Mən əsən o diqqətim yoxdur. Mən dostuma çox diqqətim yoxdur. Çox yaxın olmuşam. Əsən elə bir onun hörməti yoxdur mənim yanımda. Bence o mənə ən yaxındır, o da hörmətim saxlayıb. İnsan bir analiz ilə yaşaya. Həmişə. Analiz ilə də gedə yuxarıya. Bu hədisin mənası budur. Vaizin min nəfsi, qəbulin min mən yənsəhu. Yəni bu cür analiz ilə gedə qabağa. Onda allatmaz özünü. Onda pərdə yaranmaz özüylə kəmal və rüşd arasında. Onda sün'i məğrurluğa düşməz. Sün'i qururla yaşamaz. Rahat bilər nəyi yoxdur, gedər təkmilləşdirər. Əllamə Cəfərinin bir cümləsi var idi. Burada o qədər ki, insan özünü tərifləməkdə vaxt ayırar, onları vaxt ayırsaydı özünü kamilləşdirməkdə, o dediğindən də yuxarı olardı. O danışdığından da yuxarı olardı. Hər halda İmam Cavad Aleyhisselam bu tapşırığı bizə tapır. İmam Cavad Aleyhisselamın həyatında bir ayrı, bu hədisi idi, həyatından istəyən bir nüktələr dərz edeyim xidmət üzrə. İmamət bir ilahi bir mənsəbdir. İmamət alimlik deyil. Fərqi var. İlahi bir tərəfi var. İmam Sadiq belə deyir ki, bir böyük alimdir. Böyük alimdir də. Amma imamət fəqət elmi deyil. İmamət bir mələkutla irtibatdır. İmamət bir yuxarı aləm ilə də irtibatdır. Fəqət alim deyil imam. İmam Cavadın həyatı imamətin ilahi olmağını göstərirdi. Baxın, bir balaca yaşda bir insan, hətta bəzi o zamanın imama etiqad olanlar da biraz zehnilərində şübhə idi ki, bu 9 yaşında imam olar. İndi hər halda oxusa da 9 yaşında nə cür olacaq? Ona görə özlərinə təsəlli vermək üçün dedilər ki, bu böyüyəndə həttən imam olacaqdır. İmam Cavadın həyatına diqqət edəsiniz, imam elmi qeybidən biraz çox istifadə edibdir. Gələn tərəf gəldi sual soruşsun, imam sualını da deyildi biləsinə. Dedi, sən gəlmirsən, bunu soruşasan məndən. Cavabı da budur. Həm istəyirdi elmi cəhətini desin ona, həm o ilahi cəhətini istəyirdi desin. Onun sualı zehnində nə idi, onu da deyirdi, cavabını da verirdi. 30 min suala imam bir cələsədə cavab verdi. İndi 30 minə cavab verdi, təfsiri nədir? Müxtəlif təfsirlər olubdur. Bir budur ki, bir sıra qaidələr imam o məclisdə dedi ki, 30 min sualın cavabı idi. Yəni sən o qaidələrdən 30 min dənə suala cavab tapa biləsən. Necə qəvaidi fiqhi var, qəvaidi usuli var, qaidələr var. Qrammatika, ərəb qrammatikası, qaidələr. Sən bir dənə mazi feilin, məsələn, sərfin başarsan, bir 14 dana nəcür allandırarlar, hər feil versin də başarasan da. Ehtimal var bir məclisdə 30 min suala cavab verdi. Yəni o qaidələr 30 min sualın cavabını təmin eləyirdi. Bunlar hamısı nə idi? Hətta yönəldilər İmam Cavadla mübahisə eləsinlər. Böyük-böyük alimlər.
bu xiyallarında bu idi ki, İmam Cavad cavab verəməz, aciz qalar. Bir də o imamətə zərbə vururuq biz. Əksinə olurdu. O zamanın hakimi Məmun və Məmundan sonrakılar, bunların fikirləri bu idi ki, İmam Cavadi bu suallarda, bu münazirələrdə, mübahisələrdə bir cələsədə məğlub olsa da kifayətdir. Təhdid eləyirdilər, elmi təhdid. İmam tamamı bu elmi təhdidləri çevirdi fürsətə. Bir qanun da İmam Cavaddan örgəşirik. Həmişə o təhlükə deyil. İnsan bacara bilər, təhlükəni fürsətə çevirsin. Bəzən bir sıra nemətlər çətinliğin içindədir. Nə çətinlikdən sonradır. Quran demir, rahatçılıq çətinlikdən sonradır. Deyir, innə mə'əl usri yusra. Nə bə'dəl usri yusra. Bəzi rahatçılıqlar var, bə'dəl usrudur. Məsələn, sən dərs oxuyursan, alim olursan. Bu bə'dəl usri yusra. Gedirsən bir fənn örgəşirsən, o sahədə bir o fənnə ixtisas olursan. Bu bə'dəl usri yusradır. Amma Quranın sözü deyil, mə'əl usridir. Yəni, onun içindədir əslən. O çətinliğin zahirisi çətinlikdir, içərisi rahatçılıqdır. Bu indi nədir mənası? İnşallah özünüzdə bunları biraz diqqətiniz olar. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu.